Salam kanalımızın değerli izləyiciləri. Bu dərsimizdə 4-cü sinif informatika dərsindən mozaika və naxışların qurulmasını öyrənəcəyik. Qrafik redaktorda seçilmiş şəklin fraqmentini necə çoxaltmaq olar? Bunu biz artıq bilirik. Hər hansı gəlin qrafik redaktoru açaq, Paint qrafik redaktorunu açaq və hər hansı bir şəkli yükləyək. Şəkli yüklədikdən sonra onun fraqmentini necə çoxaltmaq olar, onu təkrar baxaq. Baxın, bu şəkli misal üçün, keçən dərs hazırladığımız bu şəklin fraqmentini necə çoxaltmaq olar, ona baxaq. Seçdik, baxın, məsəl üçün, bu hissəni. Seçmişik. Kontrol düyməsini klaviaturadan sıxılı saxlayırıq və sıçanın sol düyməsini sıxılı saxlayıb sıçanı hərəkət etdiririk. Baxın, onun fraqmenti kopyalamış olduq. Təkrar bu əməliyyatı edək. Kontrol düyməsini sıxılı saxlayaq və sıçanın sol düyməsini sıxılı saxlayıb hərəkət etdirək. Baxın, istənilən sayda bu qaydada fraqmenti çoxaltmaq mümkündür. Başqa yolu seçdik buranı. Misal üçün bu tərəfi seçək indi. Bu hissəni seçmişik. Və seçəndən sonra sıçanın sağ düyməsini klikləyirik və burada copy. Bunu klikləyib, gəlirik başqa bir yerdə sağ düyməni təkrar klikləyib, paste. Təkrar klikləyirik, paste. Baxın, bu qaydada. Belə də çoxaltmaq mümkündür. Sonra mozaika nədir? Mozaika kiçik daş, şüşə, keramika, mərmər və ya başqa materiallardan hazırlanmış müxtəlif rəngli parçaların birləşdirilməsi ilə əmələ gələn dekorativ təsvir və ya naxışdır. Əsas xüsusiyyətləri: materialları daş, şüşə, çini, mərmər, hətta metal parçaları da ola bilər. Yaranma üsulu: parçalar kiçik kvadrat və ya qeyri-müntəzəm formalarda kəsilir. Sonra xüsusi yapışdırıcı və ya sement üzərində müəyyən təsvir və ya ornament yaratmaq üçün düzülür. İstifadə sahələri: memarlıqda məbədlərin, kilsələrin, məscidlərin divar və tavanlarında, ev bəzəyində, mətbəx, hamam dizaynında, incəsənətdə və hətta müasir rəqəmsal dizaynda istifadə olunur. Tarixi çox qədimdir. Mesopotamiya, Roma və Bizans dövrlərində mozaika çox geniş yayılmışdır. Azərbaycanda da memarlıq abidələrində mozaika elementlərinə rast gəlinir. Məsələn, orta əsr məscid və saray bəzəklərində mozaikalara çox rast gəlinir. Davam edək. Hər biriniz uşaqlıqda sadə fiqurlar yığınından, yəni mozaikadan fiqurlar düzəltmisiniz. Təsviri incəsənət texnologiya dərslərində yəqin ki, hazır fiqurlardan panolar, applikasiyalar hazırlamısınız. Bəzi mozaikalar eyni formalı fiqurlardan ibarət olur və yalnız rənglərinə görə fərqlənir. Müxtəlif formalı fiqurlardan düzəldilmiş mozaikalara da rast gəlinir. Verilmiş fiqurları hansı sadə fiqurlardan yığmaq olar? Gəlin bu fiqurlarımıza baxaq. Yenisini açırıq, Paint-i. Hansı sadə? Baxın, Shapes. Burada fiqurlarımız var. Burada bizim hazır fiqurlarımız var. Gəlin onlardan bunu yığmağa çalışaq. Üçbucaq fiqurumuz var.
Baxaq. Yenə bir üçbucaq. Sonra bunu seçək. Gəlin bunun rəngini dəyişək. Tünd baxın, bu rəng təxminən. Onu rəngini dəyişək. Biraz daha açıq olsun. Aha. Gəlin indi bunu seçək. Bu şəkildə. Sonra bunu kopyalayaq. Bunu isə belə döndərək. Baxın bu şəkildə. Düzbucaq, üçbucaq olaraqdan baxın qururuq bunu hazırda. Aha. Sonra bunu təkrar kopyalayaq. Baxın, biraz sərqəm olsun, mümkün qədər. Birini də kopyalayırıq. Bura və buradan tərsinə çeviririk. Bu şəkildə. Sonra bunun birini də kopyalayaq. Bunu fırladaq. Baxın, belə birləşdirək bura. Sonra kopyasını da götürək.
Birini de buraya kopyalıyoruz. Sonra bir tane düzbucağı kod seçiriz. Bunun da içine renkleyeceğiz. Sonra bir tane de düzbucağı kod seçeceğiz. Bura boyda tahminen. Bu m'de yani. Yine bir şey. Deməli, üçbucaq, düzbucaqlar və düzbucaqlar. Ancaq bu fiqurlardan istifadə etməklə bunu yığdıq. Digər fiqurumuza da baxaq. Gərək bunu nələrlə yığa bilərik? Baxaq burada nələrimiz var. 1, 2, 3 1, 2, 3 4 bucaq mıdır? Trapesiya formasında. Burada isə yox. Üçbucaq və düzbucaq gəlin bununla düzəldək. Buranı silək, ləkə düşüb. Bir dənə üçbucaq düzəldirik yenə. Düzbucaq, üçbucaq. Bunu gəlin fırladaq belə. Qoyaq bura. Sonra kopyalayaq. Və bunu da bu şəkildə bura qoyuruq. Və düzbucaq kod çəkirik. Şəkildə. Daha sonra bunu bu şəkildə şaqın oxu nəzərən güzgü əksin götürürük. Baxın belə. Sonra
Bu hissəni çəkirik. Bir dənə balaca üçbucaq çəkək. Bir dənə bura. Bir dənə də buradan aşağıya çəkək. Bunun sonra birini də seçək. Bunu da üfüqə oxa nəzərən əksin götürək. Və bir dənə böyük düzbucaq çəkək. Onu da içini rəngləyək. Və bir dənə balaca düzbucaq çəkək. Bir dənə də kiçik düzbucaq çəkək. Bu şəkildə üçbucaq var, düzbucaq var, kvadrat. Bunlardan, bu sadə fiqurlardan istifadə etməklə fiqurlarımızı almaq mümkündür. Paint qrafik redaktorunda çox asan yolla mozaika və naxışlar yaratmaq olur. Naxışın qurulması algoritmi. Formalar Shapes qrupunda bu düzbucaq alətini seç. Gəlin baxaq. Əvvəlcə bunu yadda saxlayaq. Mozaika 1.
olaraq yadda saxlayırıq və gəlib baxaq. Baxın, mozaika 1. Burada yadda saxlanılır. Daha sonra istəyirəm yeni bir paint açam və bunu orta düzəldək. Formalar Shapes qrupunda, baxın burada yəni. Düzbucaqlı alətini seç və Shift klavişini basıb saxla. İş sahəsinin istədiyin yerində müvafiq fiqur çək. Çəkilən fiqur kvadrat olacaq. Düzbucaqlını seç. Shift-i basılı saxla. Bax. Shift-i basılı saxladıq, bu şəkildə çəkdik. Shift-i basılı saxlayırıq və çəkirik. Bu şəkildə kvadrat oldu və kvadratımızı düz xətt alətindən istifadə edərək kvadratın qarşı künclərini birləşdirir. Bir dənə də belə çəkək. Birləşdirdik. Alətlər Tools qrupunda bu rənglə doldurma, baxın bu. Fill with color rənglə doldurma alətindən istifadə edərək şəkli nümunəyə uyğun rənglə, deməli qırmızı rəngləyirik yuxarını və aşağını və yaşıl rəngləyirik sağ və solu. Şəkildə fiqurumuzu yaratdıq. Əslində bunu belə etsək daha yaxşı olardı ki, bunu xəttin nazik etsək daha gözəl olardı. Xətti nazik edək. Shift düyməsini basılı saxlayaq və xətti burada yaşıl oldu. Xətt seçirik qırmızı, qara. Ölçüsü bu. Və bunu seçdik. Shift-i basılı saxlayırıq. Və belə kvadrat. Kvadratımızdan ondan sonra düz xətt alətindən istifadə edib qarşı diaqonalları birləşdiririk. Sonra bunu seçirik. Qırmızı rənglə yuxarını və aşağını, yaşıl rənglə isə sağı və solu seçirik. Bunu alandan sonra şəffaf seçdirmə bəndini seç, təkrarla 3 dəfə şəklini seçdir, kontrol klavişindən istifadə edib şəklin sürətini onun sağına sərqə ilə birləşdir. Aşağıdakı şəkil alınacaq. Gəlin baxaq. Şəffaf seçdirmə aləti ilə şəffaf seçdirmə alətindən istifadə edək. Əslində bundan etmək yerinə mən daha çox bundan istifadə edib rahat çəkirəm. Baxın belə. Kopyalayaq və yapışdıraq bura.
2 dənə. Daha sonra bu ikisini seçdirdim. Baxın, belə oldu 4 dənə. Sonra isə 4 dənəni seçdirdim. Daha 8 dənə. Bu şəkildə alındı. Təkrarına 2 dəfə kontrol klavişindən istifadə edib şəklin sürətini onun aşağısına sərqə ilə birləşdir. Bir dəfə, baxın, seçdirdik. Daha sonra kontrolü basılı saxlayıb sıçanın sol düyməsini basılı saxlayıb hərəkət etdiririk. Baxın, sürətini artıq. Bundan sonra isə ikinci dəfə yenə seçdiririk və kontrolü basılı saxlayıb hərəkət etdiririk. Yenə sürətini almış olduq. Bu naxışın hazırlanmasında eyni əməliyyatlar, yəni seçdirmə əməliyyatı, köçürmə və yapışdırma əməliyyatları bir neçə dəfə təkrarlanır. Alqoritmdə 2 dövrdən istifadə olunur. Birinci dövrün icrası zamanı əvvəl 2 fiqurlu, sonra 4 fiqurlu, daha sonra isə 8 fiqurlu naxış alınacaq. İkinci dövrün icrası zamanı naxışların alınma ardıcıllığı necə olacaq? Birinci, baxın, ikinci dövrün icrası zamanı naxışların alınma ardıcıllığı bu qaydada olacaq. Birinci, bu 8 dənəli fiquru, 8 fiqurlu, elə bil ki, fiquru kopyalayıb altına yapışdırırıq. Oldu 8, 8, 16 fiqurlu bir fiqur və daha sonra da bu 16 fiqurunu kopyalayıb altına yapışdırırıq. Oldu 32 fiqurlu bir fiqur. Ardıcıllıq bu qaydada olacaq. Maraqlıdır. Memarlıq abidələrinin bəzədilməsində mozaikalardan geniş istifadə olunur. Açıq sözlərimizdə mozaika naxış. Verilmiş mozaikanın alınması algoritmini söylə. Birinci bunu hazırlayacağıq. Daha sonra bu kopyalanacaq. Buraya yapışdırılacaq. Daha sonra isə bu 2 fiqurlu bu fiqur, mürəkkəb fiqurumuz kopyalanıb, ardınca yapışdırılacaq. Gəlin bunu düzəldək. Bunu əvvəlcə yadda saxlayaq. Bunu da yadda saxladıq. Keçək bu fiquru düzəltməyə. Mümkün qədər tez etməyə çalışaq. Bir dənə düzbucaqlı düzəldirik. Bu şəkildə. Sonra bunu rəngləyirik. Rəngini də biraz açıq edək. Belə bir rəng eləyək. Sonra üçbucaq düzəldək bir dənə. Üçbucağımızı fırladaq sağa.
birdən də sonra bunu rəngləyək. Kontrol düyməsi ilə seçə bilərik. Oxa nəzərən belə. Kopyalayırıq və bu oxa nəzərən, üfüqi oxa nəzərən aşağıya kopyasını çıxartırıq. Bunu buradan mümkün qədər yaxın bir yerdən kopyalayaq. Bu şəkildə. Birinci fiqurumuzu aldıq. Sonra bunu kopyalayaq. İkincini alırıq. Baxaq nə qədər məsafədə bitişik demək olar ki, yapışdırılır. Baxın bu şəkildə. Sonra bu ikisini də kopyalayaq. Bu şəkildə bir dənə də kopyasını alırıq. Bu da belə. Alqoritmi bu şəkildədir. Sadə fiqurlardan bunu yaratdıq, sonra bunu kopyaladıq bura, sonra bu ikisini kopyaladıq bu. Bunu da yadda saxlayaq. Mozaika 3 olaraq yadda saxlandı bu da. Bu da hazır. Bu şəkildə bu bölməni də bitirmiş olduq. Hər hansı bir sual və təklif olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər videolarımız faydalı gəlirsə bəyənməyi, rəylər yazmağı və kanalımıza abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.